məsəldir ya yox, amma mən indi bilmirəm necə bunu başa salım yoxsa. Deyək ki, bir dənə müsəlman qız var. Bu dayanıb buradan sigaret çəkir. Yanındakı başqa qız var, o da hicablıdır, sigaret çəkir. İndi hansına siz pis baxarsınız? Necə ikisi də sigaret çəkirsə necə yəni? Ya ama biri başı açıqdır, biri başı bağlıdır. Siz hansına daha çox deyərsiniz? Hə, biri başı bağlı açıqdırsa sigaret çəkir, biri başı bağlıdırsa sigaret çəkir. Hicablıya, düzdür. Bəs niyə? Niyə? Bax, indi deyirsiniz bunu. Mən onun səbəbini bilmək istəyirəm. Namaz qılır bəyəm, ona görə. Hicabdadır deyə yazırlar. Ama size bir şey diyeyim. Bax, mən indi 4 ayda da başımı bağlamışam. Daha çok biraz videolarımıza da baxmışam. Çox qızlar komentlərdə zətdə da deyib ki, mən hicabımı çıxartmışam. Çünki hələ adamlar var ki, məni Azərbaycanca necə deyim? Ondan uzaq tuturlar. Yəni məni pisləyirlər. O yandakı eyni şey eləyirlər. Ya da mən hicab taxmışam, mən də hələ yaşayıram. Mən hicabımı taxmışam deyə, makyaj indi sıbaşbıy taxmışam deyə məni pisləyirlər. Şiş mənim. Ya da mən qrupunu danışıram deyə, deyib ki, hicablıdır, bu belə-belə-belədir. Amma başqa müsəlman qız danışsaydı, heç kimsə bir şey deməzdi. Hə, yəni sən başın bağlı deyə sən qınanırsan, makyaj eləyirsən deyə qınanırsan, məsəl üçün. Amma açıq olan qınanmır. Sizə indi bir şey deyirəm. Siz heç bir adam bunları yaşamadan ölməyəcək. Bu siz o sözləri deyirsiniz ha. Siz hələ ölə bilməzsiniz. Siz hamınız özünüz hamısını yaşayacaqsınız, sonra haçansa öləcəksiniz. Yəni kim qınayırsa sabah ona siz özünüz yaşayıb bu dünyadan çöküb gedəcəksiniz. Yaşadmadaqdan ölməyəcəksiniz. Maşallah. Maşallah. Sevmirsən məni evi yox ama. Ağıllısan. Ben indi Azərbaycana da gəlmişəm. Sərdən danışırlar. Mən indi çox baxmıram. O vaxtı kimi deyil, mən nəsə deyirdilər. İndi o cür çox baxmıram. Çünki Allah böyüdür. Hamısını yaşadacaq yavaş-yavaş. Bəlkə indi qabağınıza gəlmir, amma haçansa bunu yaşayacaqsınız. İndi onları mamaya da eləyirsiniz. Siz onu yaşamadan ölməyəcəksiniz. Как безо. Hayır. Niye öyle bak? Koysun. Nein. Mama ağlayır.